İndi mən necə edim ki, uşaqda maraq olsun da. Bəli, sərt qaydalar tətbiq etmək lazımdır. Telefon, bunu yığışdırmaq lazımdır. Amma eyni zamanda uşaq darıxmamalıdır. Onları başa düşürəm. Bizim dövrdə uşaqlar məhəlləyə çıxırdı. Məktəbdən sonra biz məhəllədə itirdik həyətdə. İndi bilirsiniz də yeni tikili binalar, bunların həyəti bacası yoxdur. Uşaqlar sosiallaşmırlar. Bu da uşaqlar darıxırlar, telefona meyilli olurlar. Artıq o belə deyəndə etirazını bildirirlər ki, ya telefon ver, ya da mənə əyləncə tap. Düşünürəm ki, bəli, biz burada valideynlər olaraq sərt qaydalardan da savayı mükafatları olmalıdır, əyləncəsi olmalıdır. O mütləqdir. Amma məktəb mövzusunda fikrim qətidir də. Yəni bir uşaq məktəbi boş buraxmamalıdır. Və o uşağın hansısa bir professor, ilm xadimi olması lazım deyil. Mənə lazımdır ki, o məsuliyyətli olsun. O məsuliyyətini anlasın ki, hər gün bu məktəbə gedəcək, bu lazımdır. Çünki sərsi gün onun işi var, sərsi gün onun disiplin məsələləri var. Bu disiplinli olmalıdır. Yəni istəmirəm, getmirəm deyil də. Siz inanırsınız, o qədər psixoloqlar yazırlar, ay nə bilim, hiperaktiv uşaqdır, bunu gətirin, baxdıraq, eləyək. Qardaş, bizim dövrdə də bu var idi də, amma biz o adları eşitməmişdik. Təbii ki, o xəstəlik və yaxud hansısa sindrom yoxdur demək olmazdı, amma insanlar rastlaşmamışlar, eşitməmişdi. Ona görə rahat idi də. Amma indi fikir verirsiniz, bizim beynimizi də nə qədər də olmasa o terminlərlə yükləyirlər, valideyn yazıqda. Uşaq ən zəif nöqtəsi də valideynin. Uşaq üçün hər şey edir. Yaxşı təhsil verməyə çalışır, yaxşı qidanı ona verməyə çalışır, özü yemir, özü geyinmir, uşağa verməkdir.